Herkese salam, mən 8-ci sinif şagirdi İsmailzadə Röya. Bugün sizi tarixin ən çox şaxəli zəkalarından biri, universal insan adlandırılan Leonardo da Vinci'nin dünyasına aparıram. 1452-ci ildə İtaliyanın Vinci kəndində doğulan bu gənc sadəcə bir rəssam deyil, həm də gələcəyi görən bir ixtiraçı idi. Sənətin zirvəsi Leonardo üçün rəsm sadəcə boya deyil, bir elmdir. O Mona Lisa'nın o sirli təbəssümü ilə dünyanı heyran qoydu. Sonuncu şam yeməyi əsərində isə insan duyğularını divara həkk etdi. O işıq və kölgənin ustası idi. Hər fırça zərbəsi reallığı yenidən yaratdı. Anatomiya. Leonardo həm də cəsur bir tədqiqatçı idi. İnsan bədəninin necə işlədiyini anlamaq üçün gizlicə yarılmalar edir, əzələlərin və sümüklərin mükəmməl anatomik cizgilərini hazırlayırdı. Onun məşhur Vitruvi insan əsəri sənət və riyaziyyatın tam harmoniyasıdır. Əvvəldən gələn ixtiralar, lakin onun zəkası kətan üzərinə sığmırdı. Da Vinci 100 illərlə əvvəl vertolyotun, tankın və paraşütün eskizlərini çəkmişdi. Onun qeyd dəftərləri quşların uçuşundan tutmuş, suyun hərəkətinə qədər möhtəşəm mühəndislik fikirlərlə dolu idi. O sanki 15-ci əsrdə yaşayıb 21-ci əsri xəyal edirdi. Ömrünün son illərində Leonardo artıq bir əfsanə idi. 1516-cı ildə Fransa kralı Fransisk onu rəsmi olaraq ölkəsinə dəvət etdi. Kral ona böyük hörmət bəsləyirdi. Hətta onu kralın birinci rəssamı, mühəndisi və memarı elan etmişdi. Leonardo Fransanın Amboise şəhərində Clos-Louise malikanəsində məskunlaşdı. Maraqlıdır ki, o İtaliyadan ayrılarkən ən sevimli əsərini Mona Lisa'nı da özüylə Fransaya aparmışdı. Leonardo 1519-cu ilin mayın 2-sində 67 yaşında elə həmin malikanədə vəfat etdi. Rəvayətə görə o kral Fransiskinin qollarını can vermişdi. Ölümündən bir müddət əvvəl yazdığı vəsiyyətində bütün qeyd dəftərlərini, alətlərini və əsərlərini sadiq tələbəsinə Menziyə bağışladı. O sadəcə bir dahi deyil, həm də mükəmməliyyətçi idi. Hətta deyirlər ki, son anlarında işlərim lazım olan səviyyəyə çatmadığı üçün Tanrını və insanlığını incitdim deyərək təəssüflənmişdi. Onun məzarı bugün Amboise qalasındakı müqəddəs Hubert kapellasında yerləşir. Yaratdıqları əbədiyyətə qədər bizimlə qalacaq.